Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Paşabank mühüm bir addım attı. Bank ilkin kütləvi təklif, yəni İFO çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Artıq bu səhmlərin əldə edilməsi hər kəs üçün əlçatandır. Qeyd edək ki, bu barədə rəsmi məlumat bu gün 13 aprel 2026-cı il tarixində Bakı şəhərində jurnalistlər üçün keçirilən mətbuat konfransında açıqlandı. İFO çərçivəsində bank kapitalının 5%-ni təşkil edən 932.926 ədəd səhim investorlara təqdim olunur. Məlumat üçün bildirmək istəyirik ki, təqdim olunan səhimlərə abunə yazılışı kampaniyası 13 aprel tarixində başlayaraq 12 may tarixinədək davam edəcək və hər bir səhimin ilkin qiyməti 55 manat olaraq müəyyən edilir. Onu da bildirək ki, investorlara təqdim olunan minimum səhimlərin alışı bir səhim təşkil edir və səhim alışına maksimum limit tətbiq olunur. Bu isə o deməkdir ki, istənilən investor öz büdcəsinə uyğun şəkildə bu prosesdə rahat şəkildə iştirak edə bilər. Diqqət çəkən məqamlardan biri də budur ki, abunə dövründə əvvəlcədən ödənilmiş vəsaitlərə illik 5% gəlir hesablanacaq. Səhimlərin yerləşdirilməsi Bakı Fond büdcəsi vasitəsilə həyata keçiriləcək. İnvestorlar İFO-da müxtəlif platformalar üzərində iştirak edə bilərlər. Bunlara Paşabank, Paşa Kapital, ABB Invest, Unikapital və Leo Bank daxildir. Eyni zamanda vətəndaşlar bank filiallarına və investisiya şirkətlərinin ofislərinə yaxınlaşaraq bu prosesə qoşula bilərlər. Tədbirdə çıxış edən Paşabankın idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov bildirdi ki, bu addım bankın strateji inkişaf mərhələsində xüsusi əhəmiyyət daşıyır. Hörmətli qonaqlar, hörmətli media nümayəndələri, hörmətli tərəfdaşlar, hər birinizi salamlayıram, xoş gəlmisiniz. Həmçinin burada Gürcistandan təşrif buyurmuş bizim IPO üzrə məsləhəti şirkəti TBC Kapitaldan qonaqlarımızı Otar və David sizlərə salamlayıram, xoş gəlmisiniz. Bugün əhəmiyyətli anı sizlərlə görüşməkdən məmnunluq duyuram. Bildiyiniz kimi Paşabank olaraq kapitalımızın 5%-ni ilkin kütləvi təklifini IPO vasitəsilə bazara təklif edirik. Bu adımın vacib tərəfini və xüsusilə vurgulamaq istəyirəm ki, bu Azərbaycan bazarında özəl şirkət, özəl bank tərəfindən həyata keçirilən ilk IPO olmaqla yanaşı, ümumilikdə özəl sektorun kapital bazarlarına çıxışı baxımından önəmli bir mərhələdir. Öncəki müzakirəmizdə qeyd etdiyimiz kimi, xüsusilə vurgulamaq istəyirəm ki, bu emissiya kapitalın ehtiyacından irəli gələn addım deyil. Bank olaraq biz yüksək kapitallaşma səviyyəsinə, güclü likvidlik mövqeyinə və davamlı mənfəətlə malikik. IPO düşünülmüş strateji bir addımdır. Bu addım illərlə formalaşan inkişafı bölüşmək, yerli kapital bazarının inkişafına töhfə vermək öhdəliyimizi və Paşabankı institusional yetkinlik və korporativ idarəçilik baxımından daha yüksək mərhələyə daşımaq niyyətimizi əks etdirir. İnanırıq ki, bu proses həm investorlar, həm ümumilikdə ölkəmizin maliyyə bazarları üçün dəyər qatacaq. Son dövrdə IPO ilə bağlı görülmüş işlərə baxsaq, onların bəzilərini, əsaslarını sizlə bölüşmək istəyirəm. Xatırlayırsınız, 28 yanvar 2026-cı il tarixində səhmlərimizin ilkin kütləvi təklifi buraxılışına dair sizlərlə mətbuat konferansında planlarımız haqqında ilkin olaraq sizlə bölüşmüşdük. Ətraflı sual-cavab etdik. Bir neçə açıq məqamlar üzərindən o vaxtdan bugünə kimi çalışdıq. Onlardan əsaslarını mən burada qeyd edeyim. 13 fevral tarixində IPO ilə bağlı bankımızın tədbiri keçirilir. Bundan başqa, xatırlayırsınız, bizim 28 yanvar tarixli tədbirimizdə qeyd etmişdik ki, əsas vacib məqamlardan biri səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Xüsusilə fərdi və pərakəndə investorlar üçün. Bunu nəzərə alaraq biz nə etdik? Mobil tədbirlər üzərində işlər yekunlaşdı. Paşabankın mobil tədbiqi, Bir Invest mobil tədbiqi yeniləndi, sazlandı. Bundan başqa, əməkdaşlıq etdiyimiz ümumi şirkətlərin çərçivəsi genişləndirildi. 11 mart 2026-cı il tarixində hörmətli tərəfdaşlarımız Paşa Capital, ABB Invest və Unikapital ümumi şirkətləri ilə underwriting əməkdaşlıq müqavilələri bağladıq ki, artıq onlar vasitəsilə də investorlar səhmlər əldə edə biləcəklər. Beləliklə, bu IPO aparıcı ümumi şirkətlərinin birgə səyləri ilə əməkdaşlıq ruhunda baş tutacaq və səhmlər geniş investor kütləsi üçün əlçatan olacaq. Bir çox rəqəmsal kanallar aktiv olacaq. Digər məqam, əsasən mart ayında olmaqla IPO ilə bağlı emissiya prospektinin beynəlxalq tələblər nəzərə alınmaqla qanunvericilik bazasına uyğun şəkildə hazırlanması yekunlaşdı.
və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən baxılıb təsdiq olundu. O cümlədən qeydiyyat, listing prosesləri Milli Depozit Mərkəzi və Bakı Fond Bürosu tərəfindən həyata keçirildi. Həmçinin bu dövrdə səhmlərin dəyərləndirilməsi prosesi yekunlaşdı və bütün emissiya şərtləri 6 aprel 2026-cı ildə elan olundu. Bundan başqa, əlavə olaraq bu dövrdə kommunikasiya planları, vasitələri, kanalları üzərində çalışdıq. Mütəmadi olaraq müxtəlif müsahibələr, maarifləndirmə işləri gördük. Əməkdaşların təlimləndirməsini apardıq. Sual-cavablar üzərində işlədik. Paşabank və Birbank filial şəbəkəsinin dəstəyi üzərində çalışdıq. Bugün isə artıq yekunlaşmış detalları sizlə görüşəcəyik. Əlavə suallarınızı cavablandıracağıq və bir neçə dəqiqədən sonra Paşabankın səhmlərinin ilkin abunə yazılışı aktiv olacaq və bu prosesi birlikdə başlamış olacaq. Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, Paşa Kapitalın İdarə Heyətinin sədri Ceyhun Hacıyev, Unikapitalın baş direktoru Vüqar Namazov və ABB Investin baş icraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkənin kapital bazarlarının inkişafındakı rolu barədə öz fikirlərini bölüşdülər. Çıxışlardan sonra jurnalistlərin suallarını cavablandıran spikerlər Paşabankın ölkədə iş tətbiq etdiyi investorların investisiya yatırımı ilə bağlı sualları tam və ətraflı cavablandırdılar. Hər birimizə xeyirli uğurlu olsun deyirəm və dəqiqələr sonra artıq tarixi anı bərabər şahidi olacağıq. Spikerlərimizin dəyərli fikirlərinə qulaq asdıq və istərdik ki, hörmətli media nümayəndələri sizin suallarınızı cavablandıraq. Buyurun, suallarınızı verə bilərsiniz. Adil müəllim dedi ki, burada həm də səhmin gəlirindən artıq səhmdar qazana biləcək. Zəhmət olmasa dividend siyasəti, ilkin proqnoz, bir də Nadir müəllim dediyi fikrə də aydınlıq gətirməyinizi xahiş edirəm. Sağ olun. Maksimum səhəm sayısı yoxdur. Lakin burada biz ilk gündən danışdığımız geniş investor kütləsinin iştirakını təşviq etmək üçün biraz öncə çıxışında dediyim kimi o səviyyələri müəyyənləşdirmişik. Pərakəndə investorlar 20-nə qədər, 20-dən yuxarı və digər investorlar. Bu var, bu təşviq edir ki, kiçik investorların iştirakı dəstəklənsin, daha fərqli olsun. Bu məqam var burada, kiçik məbləğli investorların iştirakını dəstəkləmək üçün. Birinci sualdan, ikinci sualdan inkişaf strategiyasına bağlı bizim təqdimatlarımızda da biz qeyd eləmişik. Burada bunun üzərində İlham çox geniş danışma olar. Yəni, bəlkə də saatlarla bir müzakirə aparmaq olar. Dividend siyasətinə gəlincə isə biz investorlarımıza qeyd edirik ki, minimum 30-40% hər il dividend ödəyəcəyik. Aynur Qəliyeva, Cidqiyaz. Təbrik edirəm. Ümumiyyətlə, kapital bazarlarını təbrik edirəm ki, nəhayət ki, özəl emitent də gəldi bizim bazara, Dövlət Bankından sonra. Təbii ki, Paşabankın bu təşəbbüsü çox xoşdur bizim kapital bazarlarının inkişafı üçün. Mən sualım odur ki, biraz kritik sual olacaq mənim, amma ki, biz keçən gün gördük ki, Paşabank xalis mənfəəti azalmışdır. Bundan sonraki müddətdə o xalis mənfəətin azalmasını görməyəcək ki. Birinci sual bu. İkinci sual da ki, xarici emitentlər, xarici investorların marağını necə qiymətləndirə bilmisinizmi? Necə olacaq, yəni xarici investorlara imkanlar necə yaradılacaq? Məhdudiyyət olmayacaq ki, bu ilə bağlı. Xalis mənfəətdə bizim 4-cü rübün prudensial hesabatlarımızda yəqin ona istinad edirsiniz. Orada mənfəətdə azalma olmuşdur. Lakin məbləğ sizin artıq təhlilinizdə də o qeyd olmuşdur. Əsas orada müəyyən ehtiyatlanmada artımlar olmuşdur. Siz amma növbəti ildə görəcəksiniz, o həmən ehtiyatlanma müştərilərin demək olar ki, hamısı demək, əksəriyyəti artıq geri qayıdır. O da tamam bərpalar baş vermişdir. Ona görə siz orada müvəqqəti ehtiyatlanma ilə bağlı olan məqamlardır. Birinci rübdə artıq prudensial nəticələr yəqin ki, bu həftə ya özümüzə gələn həftə açıqlanacaq. Orada siz görəcəksiniz artıq müəyyən bərpa olmaq məqamları. Lakin ümumi sizin sualınız qeyd etdiniz ki, bu sualın sonunda ki, mənfəətdə azalmaq gözlənilmir burada. Bunu demək əlbəttə olmayacaq. Bu artıq bazar konjunkturasına uyğun olaraq baş verir. Mənim sualım səhmlərlə bağlı olacaq. Səhmdar əgər bu səhmlərdən alırsa, digər bir şəxsə bunu sata bilərmi və səhmi geri qaytara bilərmi? Hal-hazırda biz 13 aprel
12 may tarixləri arası abunə yazılışı dövrünü keçiririk. Yəni bu dövr ərzində biz səhmlərin ilkin kütləvi təklifini həyata keçiririk. Yəni bu mərhələdə biz bunu ilkin sahiblərindən niyyətləri toplayırıq və bu müddətin sonunda biz artıq bu səhmləri həmin şəxslərə yekun siyahı üzrə hesablarına təmin edəcəyik. Sizin sualınıza gəldikdə isə ikinci əl olaraq alıb satmaq olan və birinci proses bitdikdən sonra, yəni siz artıq səhmə və investor, siz və digər investorlar səhmləri sahibləndikdən sonra, təbii ki, onun digər şəxsi Azərbaycan Respublikasının qanunvericiliyi üzrə bu sizin haqqınızdır və hüququnuzdur. Bu sözləmə müddəti bitdikdən sonra tarixlər elan olunacaq təbii ki, hansı tarixdən sonra bunun ikinci bazarı başlayacaq və ikinci bazar ərzində siz artıq işlədiyiniz imza şirkəti ilə kommunikasiyada Bakifon birjasında ikinci bazar əməliyyatlarını, yəni ikinci əl dediyiniz satışları həyata keçirə bilərsiniz. Fəqət yerləşdirmə bitdikdən sonra, yerləşdirmə yekunları dövlət qeydiyyatına alındıqdan sonra siz artıq ikinci bazarda iştirak edə bilərsiniz. Hətta biz bunun likvidliyi üzərində də hal-hazırda çalışırıq ki, ikinci bazarı likvid şəkildə market vəkillər tərəfindən təmin edilsin. Geri qaytarma bəs olacaq? Geri qaytarılma nəzərdə tutulmayıb. Məlum məsələdir ki, 1 milyona yaxın səhmin satışa çıxarılması o deməkdir ki, 1 milyona yaxın insan bankda pay sahibi ola bilər və 55 manat ödənişin də müəyyənləşdirilməsi hardasa illik bir səhmin üzrə 7 manat dividend deməkdir. Bu isə o deməkdir ki, məsələn, mən 55 manatsa səhm alıram, 8 ilə mən 55 manatını çıxardacam. Yəni, müddət 8 il mən gözləməliyəm ki, 55 manatını çıxarım. Bəs gələcəkdə bu dividend siyasətinə yenidən baxa bilərmi ki, investorlar daha cəlbedici olsun, daha maraqlı olsunlar, 8 ilə yox, daha az müddətə onlar qoyduqları maya dəyərini çıxartsınlar, daha həvəsli olsunlar və mənfəətinə də yenidən baxıla bilərmi ki, daha çox mənfəət olsun və daha çox cəlbedici artsın burada. Təşəkkür ederim. Sad bəy, çox sağ olun sual üçün. Deməli, burada bir neçə məsələ deyərdik. Dividend, birinci bizim qeydimiz odur ki, 30-40% minimum dividend ödənişini gözləyirik burada. Bu artıq bankın inkişaf trendlərinə görə arta da bilər, azala bilər, amma gözləntimiz minimumdur və bunu səhmdarları biz vurğulayırıq burada. Lakin səhmdarların burada əsas gəlir yeri yalnız dividend deyil, bu səhmin qiymətinin dəyişməsi də var burada və ümumiyyətlə nominal olaraq baxsaq, səhmin verdiyi fayda hardandır? Nominal olaraq burada həm dividenddir, həm də ki, səhmin dəyərinin dəyişməsi burada. Bundan başqa, ümumiyyətlə dividend səhmdarların verdiyi qərardır. Səhmdarlar bankın inkişaf strategiyasına uyğun səhmləri dəyişirlər və səhmdarlar özləri bu prosesdə olacaqlar. Bunun bir hissəsi olacaqlar ki, biz artıq bu dividend ödəyək, yoxsa ödəməyək, ödəyiksə hansı məbləğdə ödəyək. Biz ona görə bizim səhmdarlara çağırışımızda və xüsusilə bunu qeyd edirik. Uzun müddətli əməkdaşlıq. Biz səhmdarlara çağırışımız var, bir yerdə baxacaq, bir yerdə qərar verəcək, bir yerdə məsələni çıxardacaq. Sualları yekunlaşdıraq və bu tarixanamı bərabər qeyd edək. Çox sağ olun, təşəkkür edirik. Hər birimizə xeyirli uğurlu olsun, ölkəmizi göz aydın olsun və Paşa Bankımıza xeyirli olsun. Çox sağ olun və bir daha alqışlar gürültülü hər birimiz.